Deniz xan bir də qulaq as. Buyurun, qulaq asıram. Vüqar bəy tutulur sizin qəzetdə də. Belə məlumatda yazırdınız ki, Ramiz Mehdiyevə görə tutulur. Yox, Ramiz Mehdiyevə görə... Birincisi, Sərdar bəy, mənə heç ayıb deyil. Mən elə bir şey yazmamışam, bu bir. İkincisi, Sən yazmaqsan, sənin mənsub olduğun məsuliyyət. Sərdar bəy, sən yox, sizlə danışaq bir-birimizə. Çünki mən siz çox sayğı ilə siz deyirəm. Amma mən elə bir cümlə yazmamışam ki... Sizin olsun. Bəli, Vüqar bəyin tutulmasıyla bağlı mən bu efirdə ona azadlıq istəmişəm ki, Vüqar bəy azadlığa çıxsın. Yəni, lütfən. Bir də qulaq as, sizin kvadratı deyirəm. Orada belə bir məlumat verdiniz ki, Vüqar Məmmədov da Ramiz Mehdiyevə görə tutulur. Ramiz Mehdiyev işinə görə... Neyse. İşi yoxlayandan sonra onun reklam haqqında qanun pozması ilə bağlı saxlayıblar. Sərdar bəy, mən təklif edirəm, siz də o kitabı gətirin, Neymət bəy də gətirsin. Oturaq burada bir danışaq, bərabər... Neymət bəy öz kitabını gətirsin, mən oraya gəlmək fikrim yoxdur. Niyə bəy, nə olub bizim studiyaya? Getdiyi studiyaların... İstəmirəm da, zorla məni gətirəcəksin studiyada. Yəni burada danışıq kəsilir, yarımçıq, ona görə deyirəm. David xanım, mənim sizə çox böyük hörmətim var, başqa adamlardan fərqli olarak. Mən sizi Azərbaycan jurnalistikasında həqiqətən də çox ciddi əməyi olan, çox böyük aktiv bir adam kimi tanıyıram. Sənlə məndə biz tanışıq, 20 il olarda bəlkə bir-birimizi tanıyırıq. Və mən sənin yanında gəlir Qarabağ azad olmamışdan qabaq, sənin televizyonda hər həftə gəlib çıxış edəyirsin, düzdürmü? Bəli. Bir dəfə çağırışma yox deməmişəm ki, o məlum məsələdən sonra ki, mənim Prezident Partisi'nin tapşırdı ki, bunu bırakmayın mətbuata. O vaxtda siz də məni bırakmadığınızda ki, mən bir dəfə... Vallahi elə olmadı. Bax, hər şeyi belə danışırsınız. Mən də qalıram pis vəziyyətdə. Sərdar bəy dedi ki, olar mı ki, ikinci gün gələk? Siz də ondan küstünüz. Sonra da dediniz ki, Sevinç xanım, sizə prezident aparatından... Sonra bir həftə sonra dəvət elədim, gəlmədiniz. Ay Sərdar bəy, elə şey olsa mən sizi bir həftə sonra mefrə dəvət eləyərdim mi? Bir həftəlik idi mi sizin yasaqınız? Siz məni 2 həftədən sonra dəvət elədiniz, onda da... 2 həftə dedi, bir həftə sonra mıydı? Ay Sərdar, ondan sonra hər dəfə telefonla zəng eləyirəm, gəlmək istəyirəm yanınıza. Tamam, anlayıram. Mən sizin hüquqlarınıza hörmət eləyirəm. Sənə bu kitab lazımdırsa, oxumaq istəyirsənsə, mən bu kitabdan birini sənə hədiyyə kimi təqdim edə bilərəm. Oxu özün, nə mənim dediyimi, nə də Neymətin dediyindən çıxışım. Oxu, bax gör, mən burada nə yazmışım. Sərdar Cəloğlu danışdı, mən də bir məqam, bir arayış olaraq deyim. Çünki Sərdar bəy imkan vermir, biz danışın bizim tanışmamıza. Vətən savaşından sonra bir həftə idi. Demək, bizim texniki problemlərimiz var idi. O vaxt internetdə problem var idi, efir verə bilmirdik və s. Dedi ki, bəy, bugün olmasın ki, sabah olarmı? Sərdar bəy küstü ondan sonra bizdən ki, siz məni tapşırıq veriblər prezident aparatından. Sonra dəvət elədim, növbəti həftə gəlmədi. Ki, bəs özü üçün bir, belə deyək də, bir təəssürat yadır ki, kimsə. Ondan sonra mən ondan 50 dəfə müsahibə götürmüşəm telefonla. Elə bir şey yoxdur, dəyərli izləyicilər. Sərdar Cəloğlu bizim hər zaman, bax özü də deyir, 20 illik belə deyək də, müsahib jurnalist münasibətimiz var. Və mən hər zaman ona çox sayğı ilə yanaşmışam. Düşünün ki, Sərdar Cəloğlu bütün televiziyalarda bizim Yeni Musavat Media qrupunun rəhbəri Rauf Arifoğlu barədə ən belə kəskin sözləri söyləyir. Və sonra da bizə deyir, sən qərəzlisən. Nə qərəz? Adam haqqında ən kəskin sözləri, ithamları söylüyorsun. Amma biz sizi efirimizə dəvət edirik. Efirimizə sizə yer ayırırıq və yenə də deyirik ki, gəlin, gəlin. Ya burada qərəz bir şey yoxdur. Sərdar bəy küsüb, canı sağ olsun, küsməsin. Mətbuatdan küsməzlər. O mətbuatdan ki, onlar hər zaman, biz media orqanı olaraq hər zaman ona tribuna verməyə hazırıq. Bunda bir arayış olaraq mənim hal-hazırda izləyən 1500-ə yaxın tamaşaçımız var. Onlara arayış olaraq bildirin.